Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve minen nasi men yeşri nefsehu ibtigaa marzatillahi vallahu raufun bil ibad. Sadakallahul aliyyul azim. Əziz Allahımızın əziz bəndələri, bizi eşidən hər kəs, bugün Həzrəti Əbəlfəzl əleyhissalamın mövlid günüdür. Zamananın rəhbəri, imamı, İmam Zaman Cəlallahu Fərəcə və Talanı başda olmaqla və siz əzizləri də bu mövlid günü münasibətilə təbrik ərz edirəm, təbrik edirəm. Dünyada Həzrəti Əbəlfəzl Abbas əleyhissalamın ziyarətin, axirətdə şəfaətin üstümüzdən Allah kənar eləməsin. Bu ayə 207 Əl-Bəqərə surəsinin ki, insanların eləsi var, Allahın razılığını qazanmaq üçün, Allah və Peyğəmbər üçün öz canını fəda verər. Allah öz qullarına qarşı şəfqətlidir, mehribandır. Bu, Əli əleyhissalamla bağlı məxsusi ki, hədislərdə vardır, gəlibdir. Peyğəmbər əleyhissalam Məkkəni tərk edəndə öz yatağında Həzrət Əli əleyhissalamı saxladı. O qorxunc gecə idi. Düşmənlər əhd peyman bağlamışlar, bu gecə Peyğəmbəri öldürək. Buna görə Allah Taala vəhy göndərdi ki, sən Məkkəni tərk elə, yerində Əli əleyhissalamı saxla. İndi Əli əleyhissalam öz Peyğəmbərinə, öz Allahına, öz canını verməyə hazırdır və Allah da belə bəndələrə qarşı çox şəfqətli və mehribandır. Həzrəti Əbəlfəzl əleyhissalam da din yolunda, İslam yolunda canından keçdi, şəhadətə çatdı. Kərbəla hadisəsində o böyük uca məqam sahibidir və Allah dininə, Allahın Peyğəmbərinin bizə əmanət verdiyi imamına xidmət etdiyi üçün, haqq yolda olduğu üçün bu ayənin təfsirçilər buyururlar ki, Həzrəti Əbülfəz əleyhissalama da aid etmək olar. Çünki o da öz canını haqq yolda İslam yaşasın, Quran yaşasın fəda etdi, şəhadətə çatdı. Zalıma boyun əymədi, zillətə qarşı Peyğəmbər ümmətinin islahı üçün əziz imamımız İmam Hüseynə bayraqdar oldu və o məqama yetişdi. Həzrət Əbülfəzl əleyhissalamın istəyirəm bugün bacardığım qədər onun haqqında möcüzə və kəramətlərdən danışım. Babül Həvaic adı ona var, deyirlər, ləqəblərdən biridir. Bizim Əhl-i Beyt tərəfdarların, alimlərin buyurduğuna görə çətin vəziyyətdə, çarəsizlikdə, ümid qapıları bağlananda Həzrət Əbəlfəzl əleyhissalama səmimi qəlblə təvəssül etmək olar. Allahın izni ilə çıxış yolu elə şəxslər üçün tapılar və bu dünyada çox təcrübədə görünüb ki, insanlar Həzrət Əbülfəzl əleyhissalama təvəssül ediblər. O da Allah Taaladan ona təvəssül edənlərə hacətlərini istəyib. Ona görə hacətlər qapısı Babül Həvaic
ləqəbi vardır onun. Kərbəladakı Həzrəti Əbülfəzin məzarına gedib, ziyarət edib, ondan Allah yanında bizə şəfaatçı ol. Çoxlu sayda tarixdə var və müasir dövrdə də var, şəfa tapıb xəstələr. Uşağı olmayanlar uşaq sahibi olublar, o ailələr. Böyük borcdan qurtaranlar olub, təvəssül edəndən sonra ağaya, həbsdən azad olanlar olub, ağır sıxıntıdan qurtaran insanlar olub. Bu nemətləri Abbas əleyhissalama təvəssüllə bağlayıblar və ya Əbülfəz deyə çağıranların ümidi boşa çıxmayıb. Çoxlu insanların bu hacətlərini ona bildirəndən sonra çoxlu sayda insanlar deyir ki, bizim ondan çağırdığımız vaxt ümidimiz boşa çıxmadı və Allah yanında bizə şəfaatçı oldu. Hazreti Zeynalabdin əleyhissalam buyurur ki, əmim Abbas üçün elə bir məqam var, qiyamət günü bütün şəhidlər ona qibtə edəcək. Bu sözün özü elə kəramətlərin ən kəramətidir. Çünki bunu deyən məsum imamdır. Və yaxud Hazreti İmam Hüseyin deyir ki, Abbas, belim sındı, çarəm üzüldü. Onun şəhadəti vaxtı, onun mübarək cənazəsinin üstünə gələndə sözü dedi. Məsum imamın o böyük şəhid üçün dediyi bu söz artıq bizə bildirir ki, onun nə boyda kəramət sahibidir. Abbas əleyhissalamın əlləri kəsildi o döyüşdə. O iki əl kəsildiyi üçün Allah ona axirətdə iki qanad verəcək. Rəvayətlərdə belə gəlib. Necə Cəfər-i Təyyar cənnətdə o qanadlarla ki, bərq vurur, gəzir, uçur. Həzrəti Əbülfəzin də qolları düşüb, ona da o cür qanadlar veriləcək. Bu qəhrəmanlığa, bu fədakarlığa ilahi bir mükafatdır. Həzrət Əbülfəz əleyhissalam tarixçilər yazır ki, meydana çıxanda düşmən ordusunda vahimə yaranırdı. Bir belə düşmən çoxlu sayda 35 minə qədər düşmən hədislərdə var ki, Kərbalaya gəlmişdilər. Bir dənə Həzrəti Əbülfəzin meydana çıxanda onların hamısında vahimə, o çoxunda demək olar ki, yaranırdı. Bu təkcə fiziki güc deyildi, bu iman nurunun heybəti idi Həzrəti Əbülfəzdə. Bugün də Həzrəti Əbülfəz əleyhissalamda kəramətlər var. Abbas adı çəkiləndə qəlblər titrəyir. Gözlər dolur, qəlb yumşalır. Bu da elə kəramətdir. Daş qəlbli, ağladan sevgi ilahidir. Bilirsən, bu daş qəlbli ağladan sevgi ilahidir. Yəni, daş qəlbləri də ağladır, titrədir. Bu özü bir kəramətdir onun üçün. Bizim hədislərimizdə gəlib ki, rəvayətlərdə var, Həzrəti Əbülfəz əleyhissalamın
bir ana ki övladı var idi. O dünyası dəyişdi, Kərbalada yaşayırdı. Getdi özünü hərəmə, zirehə bağladı və ya Babil Həvaic, sən elə məqamın var. Allah mənə bir övlad vermişdi, o əlimdən getdi. Onu Allah üçün şəfaətçi ol, məndən ötürü qaytar mənə. Gəldilər, dedilər, ana, oğlun oyandı ölümdən. Dedi, yox, mən Əbülfəz əleyhissalama ki, ətəyindən yapışmışam, yəni onun məzarını əlim buraxmayacağım ta oğlum gəlməsə. Oğul gəldi. Ana görəndən sonra əlini çəkdi və sual verdilər o cavana. Haradaydın, bizə izah elə. Ərz etdi, elə bir alamda idim. Dedilər, yol verin, Həzrət Əbülfəz gəlir. Düzdür, qanad var idi qollar əvəzində. Mübarək camalı nur bərq vururdu ay kimi. Getdi Peyğəmbər əleyhissalamın yanına salam verib, dedi, ya cəddim, bir ana əl atıb mənə ətəyimə. Deyirsən, hacətlər qapısısan, oğlum üçün şəfaətçi ol, oğlum dünyasını dəyişib, onu mənə qaytar. Ya Peyğəmbər, mən istəyirəm Allaha deyəsən, o ananı Allah sevindirsin. Deyir, gördük Peyğəmbər əleyhissalam getdi, gəldi, dedi, Abbas, Allah Taala buyurur, ölüm işi mən üçündür. Elə yazılıb. Dedi, onda əgər Allah onu qaytarmırsa, mənim üstümdən hacətlər qapısı, o Babil Həvaic adını silsin, cəmat bilsin və mənim məzarıma gəlib istəməsinlər. Ya Allah qaytarsın, ananın istəyim budur, sevindirsin, övladını qaytarsın, ya da ki, qaytarmırsa üstümdən bu adı götürsün. Və Peyğəmbər əleyhissalam deyir, getdi, gəldi, dedi, Abbas, Allah dedi, yox. O ad qiyamət gününəcən onun üstündə qalacaq. Mən o uşağı qaytardım. İndi bu cavan danışır ki, deyir, mənə əmr olundu, qayıt geri və mənim ruhum daxil oldu bədənimə, mən ayıldım və hal-hazırda buradayam. Oradakı səhnəni o ananın oğlu belə izah elədi. Çoxlu sayda əlimizdə kəramatlar ki var, möcüzələr baş verib Həzrəti Əbülfəz əleyhissalamın hərəmində o hacətlərə, istəklərə insanlar yetişib. Allah hamd edirəm, Həzrəti Əbülfəz əleyhissalamın o böyük məqamına hamılarımız üçün, xalqımız üçün şəfaətçi olsun Allah hüzurunda. O uca məqamlı şəhidin Allah Taala ruhun bizlərə duaçı eləsin inşallah.